Uşaqlar, vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Gəlin bu gün də belə bir sualın izahı ilə tanış olaq. Boş bidon 25 litr su tutur. 3 litrli və 4 litrli qablardan istifadə edərək bidonu doldurmaq lazımdır. Heç bir qabda su qalmamaq şərti ilə bidonu tez doldurmaq üçün 3 litrli qabdan neçə dəfə istifadə etmək lazımdır? Fikir verin, 25 litr su tutur bidonumuz. 3 litrli və 4 litrli qablarımız var. Deməli, bu cür məsələlərdə biz nə edirik? Əgər bizdən tez doldurmamızı istəyirsə, birinci dəfə biz 3 litrli və 4 litrli qablarımızı su ilə doldururuq. Ümumi 7 litr tökmüş oluruq. İkinci dəfə yenə bu əməliyyatı həyata keçiririk. Yenə 7 litr, 7 üstə gəl 7, 14 litr doldurmuş oluruq. Üçüncü dəfə yenə 3 və üstə gəl 4, yəni bir dənə 3 litrli, bir dənə 4 litrli qabdan su ilə doldururuq bidonu. Bu da 7. Baxın, bu üçünü bir yerdə 7, 7, 7. Üçünü toplayanda 21 litr eləyir. Düzdürmü? Biz 3 dəfə, hər dəfədə 7 litr su tökmüş oluruq bidonumuza. Bidonumuz da 25 litrdir. 25-dən bu 21-i çıxıram. Deyəcəm niyə çıxdım. Qalır burada 4 litr. Mənə lazımdır ki, görüm nə qədər burada suyum qalıb. Baxın, bu qalan 4 litrimi də 4 litrli qabdan istifadə eləyib doldura bilərəm üstünə. Düzdürmü? Əla. İndi baxın görək biz 3 litrlikdə nə qədər istifadə elədik? Birincidə, ikincidə və üçüncüdə. 3 litrli qabdan 3 dəfə istifadə elədik. Ona görə də biz burada cavab olaraq götürəcəyik B bəndini. Yəni tez doldurmaq üçün 3 litrli qabdan biz 3 dəfə istifadə edəcəyik. Sağ olun, salamat qalın.